Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aktrisa Pərvin Abiyeva açıqlaması ilə diqqət çəkib. Xəbər verilir ki, Pərvin Abiyeva bu barədə rəngarəng verilişində danışıb. O, dostluq etdiyi insanlardan şikayətlənib. Çox danışmağı sevmirəm. Artıq həyatımda elə insanlar yoxdur ki, qardaşım, bacım deyib arxasında durub. Qardaşım, bacım dediyim insanlardan çox alçaqlıq görmüşəm. Ən çox da bacım dediklərimdən. Ona görə bacımdan başqa bacım yoxdur. Aktrisa Pərvin Abiyeva şəxsi həyatı ilə bağlı etiraf edib. Xəbər verilir ki, sənətçi rəngarəng verilişində 3 dəfə nişanlı olduğunu deyib. O bildirib ki, ailə qurmaq üçün etdiyi bu 3 cəhdin hamısı uğursuz alınıb.